Kəlbəcərdə biz çıxanda 21 yaşım vardı mənim. Üzr istəyirəm sizdən, toyum təzə olmuşdu. Kəlbəcərdə bizim gözəl evlərimiz qaldı, xatirələrimiz qaldı. Bütün qonşularımızı hamısı gəldi, ayrı-ayrı yerlərdə yerləşdik. Heç birini görmədik. Nə qədər qonşularımız şəhid oldu, nə qədər əsirlərimiz oldu tanıdığım insanlardan. Mənim yaddaşımda o qaldı ki, heç vaxt yadımdan çıxmır ki, ermənilər bizi öz evlərimizdən 30 il qaçqın qovdular da biz qaçqın düşdük. Heç vaxt unutmuram mən onu. Mənim ən gözəl günlərim, cavanlığım Kəlbəcərdə qaldı. Çox gözəl idi. Kəlbəcər çox gözəl. Gözəl idi, indi də lap qəşəngdir. Havası gözəldir, suyu gözəldir, insanları gözəldir. İstəyərdim mən Kəlbəcərdə gedəm, Allah nə ömür verirsə onu yaşayam. Mənim babam Əhmədov Cəfər Kəlbəcərdə bir nömrəli məktəbin direktor olubdu. Ən tanınmış müəllim olubdu. Mənim atam tarix müəllimi olubdu. Kəlbəcərdə mənim atamı hamı tanıyır. Kəlbəcərdə mənim atam uşaqlara deyirdi ki, oxuyun, savadlı olun. Bizim balaca kəndimiz vardı. Demək olar ki, o kəndin 100% ali təhsilli idi. Biz 6 bacı, 3 qardaşıq. Bizim ailə ziyalı ailədir, hamısı oxuyubdu. Bacılarımın, yoldaşlarımın hamısı ali təhsillidir, gəlinlərimiz hamısı ali təhsillidir, övladlarımız hamısı ali təhsillidir. Yoldaşım tərəfdə elə onlar da ali təhsillidirlər. Ancaq mənim babamgil, Cəfər babagil, Bakıda yaşayırlar hal-hazırda indi övladları. Bizim nəsil çox böyük ziyalı nəsildir. Danışırdı, uşaqlığından danışırdı, məktəbə getməyindən, hər bir yanından danışıb. Kəlbəcərdən qaçqın gələndə biz Mingəçevirə gəldik. Orada atam rəhmətə getdi, qaynanam rəhmətə getdi. Bizim üçün çox ağrıdı. Evlərimizi tərk edib ermənilər evləri əlimizdən aldı. Biz oradan bir dənə əynimizdəki paltarla gəldik. Çox çətin idi. İndi Cənab Heydər Əliyev hakimiyyətə gələndən sonra bizim vəziyyətimiz yaxşılaşdı. Hamı işlədi, bizə olmağa ev verdilər, gəncliyə gəldik, orada yataqxanada yerləşdik. Sonra da yataqxanadan Cənab Prezidentimiz İlham Əliyev bizi bura köçürdü müvəqqəti ki, Kəlbəcər alınana qədər, ümumiyyətlə torpaqlar alınana qədər qaçqınlar burada yaşayırdı, bu binalarda yaşayırıq hamımız. İndi Allah qoysa inşallah yəqin 6 aya, 8 aya öz torpağımıza qayıdacağıq. İnşallah. Yataqxanada qalanda üzr istəyirəm sizdən. 3 dənə oğlum vardı, 3 dənə uşaqlarımız vardı. Böyük oğlum şəhid Nicat idi. Çətin deyildi. O günlər mənim üçün çox yaxşı günlər idi. Çünki övladım yanımdaydı. Nicat yanımdaydı. O günlər lap yaxşı günlər idi. Ancaq burada Nicat yoxdur deyim, mənim üçün bura çox çətindir. İndi çətindir mənim üçün, o vaxt yox. Çünki mənim balam yoxdur yanımda. Nicatı hərbiyə, Nicat Gəncə Dövlət Universitetini qurtarmışdı. Polis işləyirdi. Polis istəyirdi ki, ola. Mən dedim ki, Nicat, polis istəmədə olma. Gəl Vayeniyə get, Vayenidə işlə. Nicat da mənim sözümə baxdı, getdi Vayenidə işlədi. 9 ay işlədi, Füzulidə işlədi. Yaxşı da işindən razı idi. Sonra Cənab Prezidentimiz İlham Əliyev 20-ci ilin 27-si sentyabrda əmr verdi ki, müharibə başlayır. Nicat sentyabrın 26-sı gecə saat 11:00-da məndən danışdı ki, ana, nə inirsiniz, nə var, nə yox, məndən hal-xoş elədi. Nicat 27 yaşın içində idi. Nicat həmin sentyabrın 26-sı gecə saat 11-də mənlə danışdığı səsi, mən 27 ildə mən Nicatdan o səsi eşitməmişdim. Dedim, Nicat, sən bu qədər niyə belə sevinclisən, sevinirsən? Nə olub ki, o qədər sevinirsən? Dedi, ana, heç nə. Mənlə çox danışdı. Mənlə danışıb telefonu mən yerə qoyandan sonra Nicatla 1 saat danışdım. Telefonu özü bu evdə oturub danışırdım Nicatla mən telefonla. Telefonla danışıb yerə qoyanda telefonu elə bil kürəyimə gəldi ki, mən Nicatla axırıncı səfərdə danışıram. Dedim, birdən Nicat ölər. Bu mənlə elə bil axırıncı danışıq idi, mənlə danışırdı. Elə 27 sentyabr
Füzulidə ilk şəhid Nicat olubdu. Biz Kəlbəcərdə olanda Xalq Cəbhəsi hakimiyyətə gəlmişdi. Mənim atam tarix müəllimi idi. Mənim atam dedi ki, bu Xalq Cəbhəsi əgər hakimiyyətə gəlibsə, bütün torpaqlar gedəcək, Azərbaycanın torpaqları gedəcək. Dedi, bunlardan hakimiyyət olmaz. Elə də oldu. Sonra mənim atam dedi ki, bu torpaqları azad eləsələr, bir dənə Heydər Əliyev eləyəcəkdi. Elə mənim atam deyən kimi də oldu. İndi hal-hazırda cənab prezidentimiz İlham Əliyev torpaqlarımızı aldı. Allah canını sağ eləsin, Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə ömür versin. Hal-hazırda bizi qoruyan ordularımızı Allah qorusun. Biz cənab prezident İlham Əliyevə inanırıq. Qalıb Zəngəzur, bir də İrəvan. İnşallah onu da alacaq İlham Əliyev. Mən bir şəhid anası kimi cənab prezidentimiz İlham Əliyevə inanıram. Bütün Azərbaycan xalqı İlham Əliyevə inanır. Mən şəxsən özüm İlham Əliyevə ailəlikcən getdik, səs verdik. Çünki bizim ən ömürlü prezidentimiz cənab prezident İlham Əliyevi görürük. Allah ona ömür versin. Mən oğlumu şəhid vermişəm. Mən Kəlbəcərə keçən gedəndə yoldaşımla o torpaqdan oğlumun iyini aldım. Çünki o torpağa bizim övladlarımızın qanı tökülüb şəhidlərin. Mən o torpaqdan öpdüm. Bütün şəhidlərə dedim, Allah yerinizi cənnət eləsin ki, bu torpaqlara bizi qaytardınız. Mən torpaqdan öpdüm, balamın iyini aldım torpaqdan. Heç nə qalmayıbdı. Ermənilər bizim evdə, bizim Kəlbəcərdə 30 il yaşadılar. Çıxanda da evlərimizi yandırdılar. Ermənilər bizim düşmənimizdir. Biz onları həmişə düşmən görmüşük, görəcəyik də. Mənim nəvəm var. Bax, o nəvəmə də deyirəm ki, ermənilər bizim düşmənlərimizdir. Ermənilərlə biz heç vaxt qonşu ola bilmərik, heç vaxt dost ola bilmərik. Onlar bizim həm evimizi yandırıbdı, həm 30 il bizi torpaqlarımızdan, yaşadığımız evlərdən uzaq salıbdı. Həyatda övladdan şirin heç nə yoxdur, övladlarımızı öldürübdü. Düşmənlə biz heç vaxt qonşuluq eləyə bilmərik. Ermənilər bizim düşmənlərimizdir. Gedib yaşayacağım, ancaq mənim oğlum şəhid olandan günü böyünə qədər mən demək olar ki, rahat ola bilmirəm. Bir saniyə gözüm qabağına getmir mənim övladım. Heç harda rahatçılıq tapıram, nə Bakıda, nə Kəlbəcərdə. Ancaq elə oğlumu axtarıram. Çətindir mənim üçün. Mənim oğlum 94-cü ildə olub Mingəçevir şəhərində. Çox ağıllı oğlan idi. Balaca vaxtından çox düşüncəli uşağı idi. Birinci sinifdə oxuyurdular. Məktəbdə müəlliməsi dedi ki, vayenli paltar geyinin əyninizə, bayram var. Bayramlarda siz iştirak eləyəsiniz. Mənim oğlum mənə dedi ki, Nicat ana, mənə vayenli paltar al. Mən Nicat üçün vayenli paltar tikdirdim. Bir dənə də yalançı tapança aldı əlinə. O həmin verilişdə əlinə tapançanı aldı, vayenli paltarı geyindir ki, mən erməniləri qıracam. O rolda oynadı o uşaq. Balaca vaxtından şəhid olana qədər o çox vətənpərvər uşaq idi, çox ağıllı oğlan idi. Mənlə də çox həm ana-bala kimi idi, həm də çox yaxın dostum idi, mənim sir yoldaşım idi. Mən Nicatla fəxr eləyirəm, çünki Nicat bizim bütün şəhidlərlə fəxr eləyirəm, qazilərlə fəxr eləyirəm. Azərbaycan prezidenti, cənab prezidentimiz İlham Əliyevlə fəxr eləyirəm ki, belə bizim bir prezidentimiz var. Mən qəhrəman anasıyam. Belə prezidentimiz var. Torpaqlarımızı aldılar 30 il qalan ermənilər bizim torpaqları almışdı. Bizim torpaqları geri qaytardılar. Mən Nicatın anası olmaqla fəxr edirəm ki, mən Nicatın anasıyam. Qəhrəman oğlandı. Nicat Füzulidə müharibə başlayan günü sentyabrın 20-si, 27-si Nicat ilk müharibə başlayanda minalanmış ərazidən Nicat keçibdi. Nicat bilirdi ki, o minalanmış ərazidən keçəndə Nicatı mina partlada bilər. Ancaq o qorxmamışdı. Minalanmış ərazi ilə keçdi, getdi. Arxasına nə qədər soldatlar getdi. 2 dənə kənd almışlar. 3-cü kənddə Nicat şəhid oldu. Nicat qəhrəmandır. Mən bir qəhrəman anasıyam. Düzdür, övlad itkisi çox çətindir ana üçün. Amma mən fəxr edirəm ki, mənim balam vətən uğrunda şəhid olubdu. Çox gözəl his keçirdim. Çünki bizim torpaqlardan biraz qalmış ermənilərdə cənab prezidentimiz İlham Əliyev baş olmaqla ordumuz torpaqları aldı. Mənim
mən həmişə ağlayırdım oğlum üçün ki, şəhid oldu da torpaqlar tam alınmadı. Amma 2022-ci ildə sevindim ki, bütün torpaqlar alınıbdı, biraz qalıbdı. İnşallah onu da alacağıq. Çox gözəldir. Çox gözəl qonşularımız var. Çox gözəldir. Mən indi universitetə hazırlaşıram. İndi universitetə inşallah girsəm, ikinci kursa kimi Azərbaycanda davam etdirəcəm. Sonra ikinci kursdan sonra perevod olub hansısa bir ölkədə universitetimi davam etdirmək istəyirəm. Sonra isə öz ölkəmə qayıdıb Kəlbəcərdə hansısa bir işlə məşğul olmaq istəyirəm. Atam və qardaşım nəqliyyatda işlədiyi üçün mən də o işlə məşğul olmaq istəyirəm.